Milli İncəsənət Muzeyinə bağlantımız olacaq. Çünki dünən orada Meksikalı rəssam Diego Rivera'nın sərgisi keçirilib və elə əməkdaşımız Röya sərgi haqqında bizə geniş məlumat verəcək. Röya, salam, sabahın xeyir olsun. Biz səni eşidirik. Buyur. Salam, sabahınız xeyir. Diego Rivera, Daha Yaxşı Gələcəyin Vədi adlı sərgi Azərbaycan Milli İncəsənət Muzeyində artıq dünəndən tamaşaçılara təqdim olunub. Onu da qeyd edək ki, məşhur Meksikalı rəssamın yaradıcılığı ilk dəfədir ki, ölkəmizdə sənətsevərlərə nümayiş olunur. Sərgi barədə bizə ətraflı məlumatı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova verəcək. Sabahınız xeyir Şirin xanım, buyurun. Sabahınız xeyir. Dünən bizim muzeyimizdə çox möhtəşəm sərgi açıldı. Bu bizim Meksikada Anuakali Muzeyi ilə birgə layihəsidir və burada dünya şöhrətli 20-ci əsrin ən tanınmış rəssamlardan biri olan Diego Rivera'nın yaradıcılığı demək olar ki, təqdim olunur. Onu da qeyd etmək lazımdır ki, dünya Diego Rivera'nı məhz rəssam kimi tanıyır, amma biz burada onu həm də kolleksionerçi kimi təqdim edirik. Demək lazımdır ki, o Kolumbdan əvvəlki dövrlərə aid olan Meksika mədəniyyətin nümunələri toplayırdı və onun kolleksiyası 45 mindən artıq çox unikal əsərlərdən ibarət olmuşdu. Ona görə də o muzey yaratmaq fikrində olub və həmin muzey, Anuakali Muzeyi bugün həm bu kolleksiyanı, həm də Diego Rivera'nın demək olar ki, irsini qoruyub saxlayır və təbliğ edir. Və onu da qeyd edim ki, bu layihə həmin muzeyin xaricdə olan ilk layihəsidir və məhz bizim muzeyimizdə təqdim olunur. Ona görə bu bizim üçün çox mühüm hadisədir və biz bilirik ki, Diego Rivera çox tanınmış muralist rəssam olub və onun ən tanınmış divar rəsmləri burada fotoqrafika şəklində nümayiş olunur. Ümumiyyətlə 100-dən artıq fotoqrafika nümunələri burada var və bu sərgi məhz onun yaradıcılığına bu hissəyə daha da dərin varmaq, anlamaq, duymaq imkan yaradır. Ona görə ki, hər bir freskanın yaranma tarixi, eskizlər, rəsmlər, fotoxronikalar hamısı burada nümayiş olunur çox maraqlı multimedia vasitəsilə həmçinin və fikrimizcə bu çox maraqlı bir layihədir. Bu ilin sonuna qədər bizim muzeyimizdə nümayiş olunacaq və hamını biz dəvət edirik bu əsərlərə baxmağa. Ətraflı məlumata görə çox sağ olun, təşəkkür edirik. Deməli, bizim sərgi barədə çatdıracaqlarımız bu qədərdir. Sözü studiyaya ötürürük. Təşəkkürlər, Röyə minnətdarıq.